Salam. Bugün səninlə çox, necə deyim, qeyri-adi bir mənbəyə başvururuq. Mir Cəlalın Heç kimin ölkəsi kitabından seçmələr. Salam, həqiqətən də qeyri-adi bir Elə misal. deyilmi? Adı olmayan bir ada, ağlasığmaz hadisələr, bildiyimiz reallıq, güvəndiyimiz o sistemlər baxırsan ki, bir-bir çökür. Bəli, elə kitabın adı özü Heç kimin ölkəsi. Bu artıq çox şey deyir. Aidiyyatın itməsi, bir qlobal qeyri-müəyyənlik. Sanki hər şey havada qalıb. Bizim də məqsədimiz səninlə birlikdə bu qəribə adanın sirlərini açmaq, o sistemlər yıxılanda nə baş verdiyini anlamağa çalışmaqdır. Gəl başlayaq. Başlayaq. Bu mətn bizi, yəni mövcudluq, cəmiyyət, insanın öz qurduğu sistemlər qarşısındakı yeri haqqında çox ciddi suallarla üz-üzə qoyur. Hekayə bir poçtalyondan başlayır. İlk baxışdan həyatı çox monoton, hər səhər eyni şeylər. Amma o monotonluğun özü də çox kövrəkdir, elə deyilmi? Saatları işləmir. Saatı yoxdur. Vaxtı günəşin bucağına görə təxmin edir. Özü də tam əmin deyil. Bəlkə hər gün fərqli vaxtda durur. Heç kim bilmir. Bütün adada belə bir ümumi şübhə var. Mənbədə deyildiyi kimi heç nəyə tam əmin ola bilməzdin. Qəribə bir hissdir. Dənizin qoxusu gəlir həmişə. Amma dənizi görənlər də, nə bilim, şübhəli danışır. Sahilə gedən yol da güya bağlanıb. Ya da heç olmayıb. Və ən maraqlısı odur ki, heç kim gedib yoxlamır. Danışırlar amma. Elə bir qoxu bəs edir. Sanki reallığın özü yox, onun işarəsi kifayətdir. Bax, bu başlanğıc çox güclüdür. Qeyri-müəyyənlik təkcə xarici dünyada deyil, yəni zamanda, məkanda deyil, insanların şuuruna da hopub. Sanki bir növ reallıq əriyir. Elədir. Poçtalyonun hər səhər eyni addımları atması kimi təkrarlanan hərəkətlər var, amma məna yoxdur sanki. Məna buxarlanıb. Dəniz məsələsi də dediyin kimi bütün adanın kiçik bir modelidir. Hiss edirsən, amma təsdiqi yoxdur. Şübhə altındadır. Bu indi həqiqətlə üzləşməkdən qorxudur, yoxsa sadəcə öyrəşilmiş bir laqeydlikdir? Bəlkə də hər ikisi. Və bu ümumi qəribə atmosferin içində əsas hadisə baş verir. Qonşu qadın əlində bir qəzetlə gəlir, əsə-əsə. Başlıq isə inanılmazdır. Nədir başlıq? Seçkilərdə heç kim səs vermədi. Bax belə. Necə yəni heç kim? Bu necə ola bilər? Poçtalyonun reaksiyası da elə olur. Əvvəlcə şok, mümkün deyil deyir. Amma sonra dəhşətlə anlayır ki, özü səs verib, yoxsa yox, xatırlamır. Özü də, maraqlıdır. Məktəbə getdiyini növbəni xatırlayır, amma qutuya nəsə atıb atmadığını bilmir. Yaddaşında boşluq var. Deməli, fərdi yaddaş da etibarlı deyil artıq. Elədir. Və bu məqamda məcbur qalır qəzetdəki o qara hərflərə inanmağa. Özü də deyir axı, əks halda heç nəyə inam qalmaz. Bax, bu tam absurddur. Kollektiv hərəkətsizlik, səs verməmək, amma səbəbi bəlli deyil. Bu indi şuurlu etirazdır, yoxsa kütləvi amneziya? Bəlkə də ada sadəcə bizim bildiyimiz reallıq qanunlarından kənara çıxıb. Ola bilər. Poçtalyonun öz yaddaşına şübhə etməsi bunu göstərir və qəzetə inanmaq məcburiyyəti. Bu artıq həqiqət axtarışı deyil. Nizam axtarışıdır bəlkə. Xaosda bir sabit nöqtə. Tamamilə. Hər şey axıb gedirsə, heç olmasa qəzetdəki hərflər yerində qalsın, yəni. Bu məntiqlə. Hekayəyə sonra bir müəllim obrazı daxil olur. Çox səliqəli, hər gün təraş olur, kostyum geyinir. Sanki nizam intizamın son qalasıdır adada. Zahirən elə görünür. Amma çox keçmir ki, məlum olur, o da eyni, necə deyim, qeyri-müəyyənlik bataqlığındadır. Poçtalyonla danışanda o da deyir ki, səs verib vermədiyini bilmir. Hətta seçki məntəqəsinə gedib getmədiyini də. Özünə yazdığı o məktub detalı da var axı. Hələ yaşayırsan. Cavabsız qalan bir sual. Çox təsirlidir. Və dərsdə lövhəyə bugün dərsin mövzusu yazıb dayanıb, çünki mövzu yoxdur. Bu indi sadəcə laqeydlikdir, yoxsa daha dərin bir şeydir. Bu, məncə, məhz boş simvolların, mənasızlaşan ritualların göstəricisidir. Poçtalyonun daşıdığı o boş zərflər kimi. Müəllimin mövzusuz dərsi, özünə yazdığı məktub. Yəni sistemlər özləri qalıb, amma içləri boşalıb. Təhsil, poçt, ünsiyyət.
Elədi. Fəaliyyət var, forma qorunur, amma məzmun, məna itib. İnsanlar sanki avtopilotda hərəkət edir, amma niyəsini artıq bilmirlər ya da sorğulamırlar. Müəllimin dediyi kimi əvvəllər lövhəyə nəsə yazmaq kifayət edirdi, amma indi artıq etmir. Və sonra daha bir qəribə xəbər gəlir, güya hökumət və dini lider birgə bəyanat veriblər. Nə deyirlər ki? Deyirlər ki, xalqın bu səs verməməsi əslində xalqın iradəsinin fərqli bir təzahürüdür və onlar bu səsə qulaq asacaqlar. Absurd, elə deyilmi? Tamamilə. İradənin təzahürü, yəni susmaq da bir səsdir. Elə Poçt şöbəsindəki müzakirədə də bu suallar çıxır ortaya. Dərzi deyir, deməli, səs verməmək də səsiymiş, poçtalyon da soruşur. Bəs onda susmaq da danışmaqdır? Və ən vacib sual, yaxşı bu hökumət kimdir? Dini lider kimdir? Onları görən olub heç. Müəllim düz deyir axı, kim gəlib dedi ki, mən hökumətəm? Bəlkə heç yoxdular, sadəcə sözdülər. Qazetdə yazılan adlar... Bax, bu dialoqlar əsərin fəlsəfi dərinliyini açır. Görünməyən, təmsilçisi olmayan, yalnız adları çəkilən anlayışlar sorğulanır. Bunlar realdır, yoxsa bizim sırf inandığımız üçün var olan konseptlərdir? Dərzinin o sualı yadıma düşdü. İnanmaq, yaratmaq deməkdirmi? Çox güclü sualdır. Həqiqətən, reallıq, güc, hakimiyyət. Bunlar bizim kollektiv inancımızla nə dərəcədə bağlıdır? Bəlkə də hakimiyyət öz yoxluğunu elan etməklə varlığını sübut etməyə çalışır. Qəribə bir paradoks. Bu sistemlərin əriməsi təbii ki, gündəlik həyata da təsir edir. Poçtalyon məktub paylayanda görür ki, ünvanlama sistemi də çöküb. Necə yəni? Üzərində ad olmayan bir zərfi qapını açan yaşlı qadına uzadır. Qadın təəccüblənir. Axı üstündə adım yoxdur, niyə mənə verirsən? Poçtalyon nə cavab verir? Cavabı bütün qaydaları alt-üst edir. Çünki qapını açdın. Vəssalam. Çox maraqlıdır. Deməli, formal qaydaların adın, ünvanın yerini ən təmməl fiziki reallıq alır, qapını açmaq. Sistemlər işləməyəndə insanlar ən ilkin əlaqə formalarına qayıdırlar sanki. Elədir. Qaydalar yoxdursa, fakt əsas götürülür. Qapını sən açdın, deməli bu zərf sənindir. Məntiq bu qədər sadələşir. İqtisadi sistemin çöküşünün fərdi təsirini isə market sahibi ilə olan səhnədə çox aydın görürük. Pul mənasını itirəndə. Hə, o səhnə çox təsirlidir. Marketçi sanki öz kimliyini də itirir. Deyir ki, pul nizam idi, struktur idi, mənim əməyimin qiyməti idi. Sonra da əlavə edir, indi pul heç nədirsə, deməli mən də yoxam. Özünü boş şüşə kimi hiss edir. İçindəki dəyər, məna boşalıb sanki. Hətta pulu qəbul etməkdən də imtina edir. Çox kəskin reaksiyadır. Bəs hamı belədir? Yox, əlbəttə. Bu səhnə onu göstərir ki, sistemlərlə fərdi kimlik arasında nə qədər dərin bir bağ ola bilər. İnsanlar özlərini, rolları, alverçi, müəllim və sistemin verdiyi dəyər ölçüsü, pul ilə təyin edirlər. Sistem çökəndə o kimliklər də sarsılır. Boşluq hissi yaranır. Elədir. Market sahibinin o sözü də var. Vermək xeyriyyədir, satmaq işdir. Bu göstərir ki, o hələ köhnə sistemin məntiqi ilə düşünür. Adaptasiya çətindir, amma başqaları daha tez uyğunlaşır. Məsələn, poçtalyonun pensiya barədə narahat olan qadınla söhbəti fərqli bir perspektiv açır. Qadın soruşur, bəs pensiyalar kim verəcək? Poçtalyon nədir? O, dövlətin o mürəkkəb sistemini, vergilər, fondlar, büdcə sorğuluyur və çox sadə bir alternativ təklif edir. Nədir alternativ? Deyir ki, sən balıqçıya çörək verərsən, balıqçı sənə balıq. Ortada dövlət yoxdur, sistem yoxdur. Sadəcə ehtiyac və mübadilə var. Bu çox sadədir. Mürəkkəb olan dövlətdir. Bax, bu maraqlı bir alternativdir. Dövlətin vasitəçiliyi olmadan insanların birbaşa ehtiyac və bacarıq əsasında əlaqə qurduğu bir model. İlk baxışdan biraz utopik səslənir. Amma sistemin tam çöktüyü bir şəraitdə bəlkə də yeganə məntiqli alternativ budur. Təbii ki, bu etibar və qarşılıqlılığa əsaslanır. Poçtalyon deyir axı, sən verməzsən, sənə də verməzlər. Kövrəkdir, amma bəlkə daha insani. Bu arada paytaxtda qalan son nazirlərin toplantıları tam bir absurd teatrına çevrilib. Sayları azalır gündən-günə. Nə müzakirə edirlər ki? Vəziyyətdən çıxış yolu axtarırlar güya. Seçkiləri saxtalaşdırmaq, səs verməməyi cinayət elan etmək kimi. Yəni, tamamilə qeyri-adekvat təkliflər. Gülünçdür sadəcə. İçlərində anlayırlar yəqin ki, artıq heç bir gücləri qalmayıb.
Əsl güc razılıqdadır, inancdadır. O da yoxdur artıq. Hakimiyyətin əriyib getdiyini hiss edirlər. Biri hətta deyir, bəlkə də biz artıq yoxuq, sadəcə kölgələrimiz qalıb. Bu səhnələr gücün təbiətini çox kəskin sorğuluyur. İnsanlar itaət etmirsə, qanunlar işləmirsə, güc nədir axı? Bir nazirin dediyi kimi, qanun yalnız icra olunduqda qanundur, olmayanda sadəcə kağızdır. Onların bir-bir istefa verməsi də bunu göstərir. Əslində olmayan bir postdan imtina edirlər. Sistem içərdən çürüyüb. Həqiqətən kölgəyə çevriliblər, güc özü buxarlanıb. Təbii ki, bu qəribə vəziyyət xarici dünyanın da diqqətini çəkir. Media partlayır, hərə bir diaqnoz qoyur. Kütləvi etiraz, dərin apatiya, xarici sui-qəsd. Jurnalistlər axışır adaya, amma gördükləri onları lap çaşdırır. Sakitlik, laqeydlik. Heç bir dram, heç bir konflikt yoxdur. İnsanların verdiyi cavablar da onların şablonlarına sığmır. nə kimi cavablar? Məsələn, soruşurlar, demokratiya nədir? Cavab gəlir, nədir ki? Soruşurlar, azadlıq istəmirsiniz? Cavab, azadlıq nə üçün lazımdır? Belə sadə, fəlsəfi cavablar. Bax, bu çox gözəl göstərir ki, xarici dünya, mövcud sistemlər bu cür fundamental dəyişiklikləri öz qəliblərinə sala bilmirlər. Mütləq bildikləri bir kateqoriyaya aid etmək istəyirlər. Siyasi hadisədir, psixoloji ya geosiyasi. Amma bəlkə heç biri deyil. Bəlkə bu sadəcə baş verən, izahdan kənar bir transformasiyadır. Jurnalistlərin o başlıqları adı dəli oldu, anarxiya adası əslində reallıqdan nə qədər uzaq olduqlarını göstərir. Başa düşmədikləri üçün qorxunc kimi qələmə verirlər. BMT-dəki toplantı da oxşar mənzərədir. Uzun-uzadı bürokratik müzakirələr, fərqli maraqlar toqquşur. Və nəticə? Yəqin ki, heç nə. Demək olar ki, Qərarlar qəbul olunur, müşahidəçi göndərmək, yardım təklif etmək, amma necə, nə vaxt, heç nə bəlli deyil. Yapon nümayəndənin sualı isə çox yerindədir. nə soruşur ki? Çox sadə, biz niyə narahatlıq axı? Bax bu, əla sualdır. Beynəlxalq reaksiyalar göstərir ki, mövcud qlobal sistemlər bu tip sistem xətaları ilə necə davranacaqlarını bilmirlər. Nizamın pozulmasından narahatdılar, bəli. Amma Yapon nümayəndənin sualı daha dərinə gedir. Bəlkə narahatlığın səbəbi öz sistemlərimizin də kövrəkliyini görməyimizdir. Tamamilə mümkündür. Bəlkə də adada öz əksimizi görüb narahat oluruq. Amma adada həyat davam edir. Və maraqlıdır ki, sistemlər çökdükcə insanlar özləri yeni yollar tapır. Hadisələrdən 2 həftə sonra heç kim çağırmadan insanlar öz-özünə meydanda toplaşır. Nə üçün? Çox praktik məsələlər üçün. Biri deyir, su kəməri partlayıb. Müəllim soruşur, kim təmir edə bilər? Bir neçə nəfər əlini qaldırır, gedib təmir edirlər. Vəssalam. Deməli, əmr yox, məcburiyyət yox, sadəcə ehtiyac və könüllülük. Bu bir növ spontan özünü idarə, birbaşa demokratiyadır. Dövlət strukturları aradan çıxanda insanlar problemləri birbaşa kollektiv həll etməyə başlayır. Hiyerarxiya olmadan və təşəkkür də gözləmirlər. Çünki bu, birgə yaşayışın təbii tələbatıdır. Nə qədər davamlıdır bilinməz, amma o an üçün işləyir. Elədir. Hərbi hissədəki vəziyyət də buna bənzəyir. Komandir yox, əmir yox. Leytinant çaşqın vəziyyətdədir. Əskərlər nə edir? Biri sadəcə deyir, mən evə gedirəm. Leytinant etiraz etmək istəyir, amma əskər soruşur, sən mənə icazə verə bilərsənmi? Leytinantın cavabı, bilmirəm olur. Və bu cavab hər şeyə həll edir. Əxtiyarlər bir-bir sıxıb gedir, leytinant tək qalır. Bayrağı endirir, səliqə ilə qatlayıb özü ilə aparır. Zorakılıq aparatı olan ordunun belə öz funksiyasını itirməsi, bu, dəyişikliyin nə qədər fundamental olduğunu göstərir. Əmir yox, itaət yox, düşmən yox. Ordu nəyə lazımdır ki? Bayrağın endirilməsi də simvolikdir. Köhnə simvollar mənasını itirir. Leytinantın bayrağı aparması isə bəlkə keçmişə bir bağlılıqdır ya da sadəcə bir vərdişin son izi, kim bilir? Cəmiyyətin digər sahələrində də maraqlı şeylər baş verir. Fermer bazarda pomidorları satılmayanda yeşikləri pulsuz qoyub gedir. Üstünə də yazır, götürün. Sonra nə olur? Səhər gəlib görür ki, pomidorlar yoxdur. Amma yerində balıq var, pendir var, paltar var. Və bir də təşəkkürlər yazısı. Deməli, birbaşa mübadilə başlayır. Pulsuz. Həkim də pulsuz müalicə edir. İnsanlar əvəzində ona yemək gətirir, qalmağa yer verir.
Çörəkçi çörəyi bişirib qapıya qoyur, götürən götürür. Bəziləri əvəzində nəsə qoyur. Bu tamamilə etibara və qarşılıqlı yardıma əsaslanan bir sistemin ilk cücərtiləridir. Fermerin təcrübəsi göstərir ki, işləyə bilər, amma çox kövrəkdir. Bir nəfər qaydanı pozsa, sistem çökə bilər. Elədir. Daim o qorxu var. Amma pul aradan çıxanda mübadilənin əsl mənası, ehtiyacların ödənməsi daha aydın görünür. Həkimin o fikri də maraqlıdır. İşləmək özü məqsəddir. Yalnız qazanc üçün yox, faydalı olmaq üçün işləmək, prosesin özü üçün. Bəli. Hətta ölümə münasibət də dəyişir. 2-ci ayda bir qoca vəfat edir. Nə dövlət adamı var, nə molla. Bəs kimlər var? Sadəcə qonşular. Poçtalyon, müəllim, balıqçı, dərzi. Yığışırlar. Qocanı yuyurlar, dərzi ağ kəfən tikir, balıqçı məzar qazır, heç kim də dua bilmir. Maraqlıdır. Bəs sonra? Müəllim ayağa qalxıb çox sadə sözlər deyir. Sən buradaydın, indi yoxsan. Biz də bir gün yox olacağıq. Amma indi biz buradayıq. Və bu kifayətdir. Və o sükut bəlkə də ən səmimi duadır. Bütün o formal rituallardan daha mənalı. Elədir. Bu, həyatın fundamental anlarının, doğumun, ölümün bütün bürokratiyadan, formalizmdən təmizlənməsidir. İnsanlar daxili hörmət hissi ilə hərəkət edirlər. Dərzinin dediyi kimi, bu bütün sistemlərdən, bütün adətlərdən, bütün dinlərdən daha çox məna kəsb edir. Bəlkə də daha autentik, daha həqiqi bir varoluşa yaxınlaşmadır bu. Sonraki aylarda da bu transformasiya davam edir. 5-ci ayda məktəb binasız, sadəcə meydanda fəaliyyətə başlayır. Müəllim proqram yox, düşünməyi öyrədir. Uşaqlar da məcburiyyətdən yox, maraqdan gəlir. Və biz niyə buradayıq kimi fundamental suallar verirlər. Təhsilin məqsədi dəyişir. 40-cı ayda bazar yeni forması ilə işləyir. Amma köhnə vərdişlər hələ də qalır. Məsələn, biri ehtiyacından çox çörək götürür. Qıtlıq qorxusu hələ var. Amma poçtalyonun ona sabah da olacaq deməsi, gələcəyə dair kövrək də olsa bir inamın yaranmağa başladığını göstərir. Hələ də keçid mərhələsidir. Köhnə qorxularla yeni etibar mübarizə aparır. Və nəhayət 8-ci ayda elektrik də kəsilir. Ada tam qaranlığa qərq olur. Amma buna da uyğunlaşırlar. Şam və od işığında həyat davam edir. Bu da bir tərəfdən bizim texnologiyadan asıllığımızı göstərir, digər tərəfdən də ən sadə şeylərin əslində necə daha etibarlı olduğunu. Şam həmişə var, elektrik isə Kəsilə bilir. bəli. Bütün bu prosesə baxanda görürük ki, cəmiyyət çox dərin bir dəyişiklik yaşayır. Köhnə strukturlar dağılıb, amma yerində nə yaranacaq, bu yeni forma nə qədər davamlı olacaq, bu qeyri-müəyyəndir. Bir tərəfdən qarşılıqlı yardım, birbaşa demokratiya, daha səmimi münasibətlər kimi müsbət cücərtilər var. Digər tərəfdən isə qorxu, köhnə vərdişlər, gələcəyə inamsızlıq kimi kölgələr də var. Çox həssas, çox kövrək bir balansdır. Beləliklə, heç kimin ölkəsi üzərindəki bu söhbətimiz bizi həqiqətən də çox dərin düşüncələrə apardı, elə deyilmi? Zaman anlayışından dövlətə, iqtisadiyyatdan təhsilə, hətta ölümə münasibətə qədər. Həyatımızın əsasını təşkil etdiyini düşündüyümüz hər şeyin əslində nə qədər şərti və kövrək olduğunu gördük. Və ən əsası, sistemlər çökəndə o boşluqda nələrin yarana biləcəyinə dair çox düşündürücü mənzərələrlə qarşılaşdıq. Tamamilə doğrudur. Əsər bizə hazır cavablar vermir. Əksinə, bizi ən fundamental suallarla baş-başa qoyur. Cəmiyyəti əslində nə bir arada saxlayır? O görünməz bağlar qırılanda nə olur? İnsan təbiəti strukturlar olmadan necə üzə çıxır? Daha çox əməkdaşlığa meyil edir, yoxsa özünə qapanır? Bu dəyişiklik irəliyə addımdır, yoxsa tənəzzül? Və bu yeni yaranan sistemsiz sistem nə qədər yaşaya bilər? Bax, bu cavabsız qalan suallar, bu qeyri-müəyyənlik əsərin əsas gücüdür. Və sənin üçün də son bir düşüncə toxumu buraxaq, əgər bizi bir arada saxlayan bütün o strukturlar, qaydalar, inanclar, hökumət, pul, qanunlar, bəlkə hətta dilin özü birdən-birə yox olarsa, onların yerini nə doldura bilər? Bəlkə də əsl biz, əsl insanlıq elə o struktur boşluğunda, o mənasızlıq anında özünü daha aydın göstərir. Bu sual üzərində düşünməyə dəyər. Bu dərin söhbətdə bizimlə olduğun üçün təşəkkürlər.